Niyə hər gün duş qəbul etməməlisiniz? Həkimlər bildirirlər ki, hər gün duş qəbul etməyə ehtiyac yoxdur. Bu vərdiş hətta zərər verə bilər. Britaniyalı həkim Cheryl Ligdon qeyd edib ki, gündəlik duş qəbul etmək məcburi gigiyeni prosedur deyil. Üstəlik, həddindən artıq tez-tez yuyunmaq dərini təbii qurucu baryerini məhv edərək ona zərər verə bilər. News 24 lentası istinadla bildirir ki, səhər duşu həqiqətində stresi azaltmağa, gümrah hiss etməyə və toksinləri çıxarmağa kömək edir. Lakin gündəlik duş qəbul etmək, xüsusilə də isti su ilə dərini quruda bilər, qıcıqlanma, qaşınma yarada və hətta orqanizmin infeksiyalara və allergenlərə qarşı müqavimətini azalda bilər. Dərinin mikrobiomu pozulduqda iltihab, eksema və digər dermatoloji problemlər yarana bilər. Cheryl Ligdon tövsiyə edir ki, hər gün tam duş qəbul etmək əvəzinə əsas bədən hissələrinin qoltuq altı, qasıq və ayaqların təmizliyinə diqqət yetirmək kifayətdir. Bu dərinin təbii mikroflorasını qoruyaraq quruluğunun qarşısını almağa kömək edir. Mütəxəssislərin fikrincə, optimal yuyunma rejimi həftədə 2-3 dəfədir, lakin bu insanın həyat tərzindən asılıdır. Məsələn, intensiv fiziki fəaliyyət, güclü tərlimə və ya çirkli təmasdan sonra duş qəbul etmək mütləq lazımdır. Bundan əlavə, təkcə yuyunma tezliyi deyil, suyun temperaturu da önəmlidir. Çox isti duş dərinin lipid qatını məhv edərək onu xarici qıcıqlandırıcılara qarşı həssas edə bilər. Buna görə həkimlər ilıq su istifadə etməyi və yuyunduqdan sonra nəmləndirici vasitələrdən istifadə etməyi tövsiyə edirlər ki, dərinin nəmlik balansı qorunsun.